Salam xanımlar, hər vaxtınız xeyirli olsun. Sizinlə təmizlik videoları paylaşa bilmirəm. Bunun fərqindəyəm. Yeni evimizə köçdükdən sonra bu aranı kapatacağıma söz verirəm. Amma bu gün hobi ilə məşğul olurdum və sizə də video çəkib paylaşmaq istədim. Mənim rəsm çəkmək kimi bir hobim var ki, bu hobini çox sevirəm. Və çoxdandır internetdə, Instagramda bu tip dəftərlər görürdüm ki, əvvəllər analarımızda olan şirniyyat dəftərlərini bu formada hazırlayırlar, şəkillər çəkirlər, hazırladıqları yeməkləri öz əl işləri ilə, şəkillərlə gözəlləşdirirlər. Və mən də artıq belə bir dəftər hazırlamaq qərarına gəldim. Bu dəftərim üçün qabaq şəklini sizinlə birlikdə çəkdim və bunu video halına gətirib sizinlə kiçik də olsa söhbət etmək istədim. Düzü əvvəllər hər dəfə biş düşə, ev işlərinə vaxt tapmaqda çətinlik çəkirdim. İndi yaxşı ki, işimi tamamilə evdən, telefonda idarə edirəm. İstədiyim vaxt yeməyimi də bişirirəm, işimi də vaxtında çatdırıram və hətta hobi ilə də məşğul oluram. İnsanın öz müdiri olması, heç kəsə hesabat vermədən evdə oturub həm ailəsinə vaxt ayırması, həm də əlavə gəlir əldə etməsi böyük rahatlıqdır. Başqaları hələ də səhər tezdən durub tıxacda yollarda olur, amma mən sizə etiraf edim ki, saat 10-da 11-də yuxudan oyanıram və işlərimi qaydasına salıb telefonla öz pulumu qazanıram, həm də ev işlərimə vaxt ayırıram. Əslində çox xanım elə bilir ki, evdə sadəcə ev işi görmək lazımdır. Xeyr xanımlar, özünüzə də biraz vaxt ayırmalısınız, özünüzə hobilər tapmalısınız. Fərqli hobilər kəşf edin, kitab oxumaq, şəkil çəkmək. Demirəm professional şəkil çəkirəm, amma özümü gəlişdirməyə çalışıram. Markerlərimdən görürsünüz. Bir riyaziyyat müəllimi olaraq əl işi, hobilər, rəsmi çox sevirəm. Bəs siz necə xanımlar, bu cür hobiləri sevirsinizmi? Şəklimi dəyərləndirin, görüm necə oldu. Tarif dəftərimin bütün səhifələrini sizinlə paylaşacağam. Hələlik izləmədə qalın və abunə olun.